göbələyin hüceyrəlidir. Şəkər ilə qidalanır. Şəkəri karbon qazına və splitə parçalayır. İsə maye göbələyini şəkərlə qidalanaraq çoxalmasını təcrübə ilə göstərək. İlk öncə 1 stəkan maye göbələyini götürürük. Şeker götürürük. Ve üzerine süs alalım. Altına şunları Bir müddət isti yerə qoyub gözləyin. Göbələyini şəkər ilə qidalanarak çoxalmasını təcrübə ilə göstərəcək. Birinci bir qaşıq maye göbələyini götürürük. Sence bir müddetten sonra ne olacak o şar? Şey ne olacak bir müddetten sonra şar? Kim diye ne olacak? Karbon gazıyla şeker.